Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən köklə çuğunduru salat eləmişəm, ayrı-ayrılıqda, canlı yayımda eləmişəm bunu. Sonra montaj eləyirik, sizə 3 dəqiqəlik onu video çəkib veririk ki, asan da olsun siz üçün, yeni il üçün inşallah bu salatlardan hazırlayasınız. İndi canlı yayımda da sözsüz baxan var, amma bunu saatı keçir, bir saatı. Bunu heç kəs hövsələ eləyib ona baxmayacaq da, yəni ona görə sizə görə bunu montaj eləyirik. 3 dəqiqəlik ikisini də qoyuruq ki, hərəsi 3 dəqiqə rahat hazırlaya biləsiniz. Çuğunduru elədim, ikisini də eləyirəm, kökü də 6 dənə, 5 dənə, nə qədər istəyirsiniz, yəni ki, ailəyə görədir. Bayram süfrəsini eləyirsiniz də, inşallah özünüz bilin ki, neçə dənə, 5-6 dənə kök, onu da qəşəng qaynadıram, təmizləyirəm, qabığını soyuram, keçirdirəm, onu da sürtkəcdən keçirdirəm. Çəkilmiş qoz, çuğundura da vurum, çuğunduru danışdım, YouTube kanalında gedəcək, dahlicə da salatları verirəm, yeni ilə qədər verəcəm inşallah, ancaq 3 dəqiqəlik qəşəng hazırlayarsınız. Çox az ərzaq, çox ləzzətli, dadlı, biraz reseptdən mən kənara çıxdım. Məsələn, qoz ləpəsini çox əlavə eləyirəm, o qoz ləpəsi də onu çox dadlı eləyir. Başqa bir şey yoxdur, axı bunun yumurta yox, ət yox, resepti bu da. Ona görə də onu qoz, bir də 2 diş sarımsaq. 2 diş sarımsağı da sarımsaq keçirdəndən keçirdirəm. Duzun istiotunu vururam. Deməli kök, qoz ləpəsi, sarımsaq, resepti yazılacaq. Bir də mayonez. Yəni bundan ibarət salat. Ancaq o qədər gözəl, o qədər ləzzətli, həqiqətən çox dadlı. Kim eləməyibsə, eləyən heç bilir bunun dadını. Amma eləyin. Yəni yeni il süfrəsinə, qəşəng süfrə özü bəzəyin. Allah bayramımızı da mübarək eləsin. Ondan bolluca ruzu versin evimizə, can sağlığı versin hamıya. Hazırlayın qəşəng, bəzəli, düzəli, qoyun süfrəyə. Görürsünüz ki, eyni ərzaq gedir, ancaq ikisi də bir ayrı salat görsənir. Hazır oldu qəşəng kökün salatı. Bunu da qoz ləpəsinə bu cür elədim. Çox gözəl görsənir, ləzzətlidir də, dadlıdır da. İnşallah siz də hazırlayın. Başqa salatlara rəngin. Sözsüz ki, biz nə salat eləyirik, paytaxt salatı da eləyirik. Onu da vurun bunun böyrünə, süfrə özü bəzəyin.